Axtarış sistemi. Salam dostlar. Bugünkü informatika dərsimizdə biz çox vacib bir mövzunu, axtarış sistemlərini öyrənəcəyik. Mən əminəm ki, hər biriniz internetdən tez-tez istifadə edirsiniz. Kimimiz məlumat axtarırıq, kimimiz şəkil, kimimiz də video tapmaq istəyirik. Amma bu qədər böyük informasiya okeanında bizə lazım olanı necə tapa bilirik? Bunun cavabı axtarış sistemlərindədir. Axtarış sistemi nədir? Axtarış sistemi internetdə informasiya tapmaq üçün yaradılmış xüsusi proqram və verilənlər bazası kompleksidir. İngiliscə buna search engine deyilir. Tutaq ki, mən Google-un axtarış xanasına Azərbaycanın paytaxtı yazıram. Bir neçə saniyədən sonra qarşımda yüzlərlə nəticə çıxır. İlk nəticələrdə isə ən uyğun cavab Bakı şəhəri göstərilir. Bu, axtarış sisteminin necə işlədiyinin ən sadə nümunəsidir. Axtarış sistemləri bizə çox müxtəlif nəticələr təqdim edə bilər. Web səhifələr, şəkillər, videolar, audio fayllar, hətta PDF sənədləri. Bəzi sistemlər əlavə imkanlara da malikdir. Məsələn, Google bəzən tapdığı məlumatları başqa dillərə tərcümə edə bilir. İnternetdə yüzlərlə axtarış sistemi mövcuddur. Amma ən çox istifadə olunan 6 sistemi mən sizə sadalayım. Google, Bing, Yahoo, Yandex, DuckDuckGo və Baidu. Axtarış sisteminin əsas funksiyaları. Bəs bu sistemlər necə işləyir? Onların iş mexanizmi 3 əsas mərhələdən ibarətdir. Drama, crawling. Bu mərhələdə axtarış sistemləri hörümçəklər adlanan robotları internetə göndərirlər. Onlar webdə gəzir, yeni və ya dəyişdirilmiş səhifələri tapır, linkləri izləyirlər. Hörümçək adlandırılmalarının səbəbi isə sanki tor hörən kimi webdə əlaqələri izləmələridir. Onlar məzmun olaraq istənilən formatı tapa bilərlər. Məqalə, şəkil, video, PDF sənədi və s. İndeksləmə. Tapılan bütün bu məlumatlar xüsusi verilənlər bazasında, yəni indeksdə saxlanılır. İndeks nəhəng bir kitabxana kimidir. Əgər səhifə indeksə düşübsə, demək ki, istifadəçi sorğu verəndə həmin səhifə göz qabağında olacaq. Sıralama, ranking. İndi isə ən maraqlı hissə. Sistem nəticələri necə düzür? Burada relevantlıq anlayışı var. Yəni, məlumat sorğuya nə qədər uyğun gəlir? Əgər uyğunluq 100%-dirsə, bu deməkdir ki, cavab tam üst-üstə düşür. Axtarış sistemi ən uyğun nəticələri siyahının əvvəlinə çıxarır. Ona görə də adətən biz cavabı ilk 5-6 nəticə arasında tapırıq. Axtarışı səmərəli aparmaq üsulları. İnternetdə milyardlarla səhifə var. Əgər biz axtarış sorğusunu düzgün yazmasaq, çoxlu lazımsız nəticələr ala bilərik. Ona görə də bəzi üsulları bilmək vacibdir. Fraza üzrə axtarış. Əgər biz bir-birinin ardınca gələn sözləri tapmaq istəyiriksə, onları dırnaq içərisində yazırıq. Məsələn, informasiya təhlükəsizliyi. Riyazi işarələrlə axtarış. Müsbət işarəsi mütləq daxil edilməli sözü göstərir. Mənfi işarəsi daxil edilməməli olan sözü göstərir. Məsələn, müsbət informatika, müsbət məktəb, mənfi imtahan. Məntiqi əməliyyatlarla axtarış. Burada and, or, not və ya deyil əməliyyatlarından istifadə olunur. And, hər iki anlayış birlikdə olsun, or, anlayışlardan biri və ya hər ikisi olsun, not, müəyyən anlayışı siyahıdan çıxarır. Yekun, uşaqlar, gəlin keçdiklərimizi qısa olaraq xatırlayaq. Axtarış sistemi internetdə informasiyanı tapmaq üçün əsas vasitədir. Əsas funksiyaları drama, indeksləmə və sıralamadır. Daha dəqiq nəticə üçün fraza, riyazi işarələr və məntiqi əməliyyatlarla axtarış aparmaq lazımdır. Ev tapşırığı. Google-da Azərbaycan tarixi frazasını axtarın və nəticəni müşahidə edin. Müsbət informatika, müsbət məktəb, mənfi imtahan sorğusunu yazın və çıxan nəticəni izah edin. And və or əməliyyatları ilə maraqlandığınız bir mövzuda axtarış edin. Bugünkü dərsimiz bu qədər. Gördünüz ki, axtarış sistemlərindən düzgün istifadə etməklə həm vaxtımıza qənaət edə, həm də daha dəqiq məlumat tapa bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Gələn dərsdə görüşənədək sağ olun.